Salam uşaqlar. Salam. Əyləşin. Uşaqlar, bu günlərim dərsimizi sual yarışı ilə davam edirik. Sual yarışımızda sizin bu il üçün ikinci yarım ildə keçdiyimiz coğrafiya ikinci hissəni əhatə edən suallar olacaqdır. Və kim bu sualların hamısına doğru cavab vermiş olsa, təbii ki, özünə çıxan suallardan söhbət gedir, o da qalib olmuş olacaqdır. Sonra qalib olanlar sual qatarı vasitəsilə davam olunacaqdır. Aydın oldu? Uşaqlar, əlimdə gördüyünüz vərəqlərdə suallar var. Bu suallar sizin kitabınızın ikinci hissəsinin mövzularını əhatə edir. Mən indi bunu qutuya tökürəm və bu qutu ilə sizə yaxınlaşacağım. Uşaqlar, birinci sıraya yaxınlaşıram. Tek-tek. Hava kütlesi neredeydi? Hava hakkında, gündəlik hava hakkında verilən məlumat. Əvvəlcədən verilən. Əvvəlcədən. Tamam, qəbul edirəm. Hazırda ölkəmizin əhalisi sayı nə qədərdir? 10 milyondan çox. Doğrudur. Bulut necə ölçəlir? Yaxşı. Rural nəyə deyilir? Rural. Rural. Kənd. Yaşayış. Doğrudur. Kimler doğru cevap vermiş uşaqlar? Əlinizi qaldırın. 3 nəfər. Tamam. Deməli, birinci mərhələdə, birinci sırada 3 şagird doğru cevap verdi və 3 bal qazandırmış oldu. İkinci sırayla devam edirik. Dünyanın ən yüksək inkişaf etmiş ölkələrdən biri hansıdır? Almanya. Doğrudur. Rusiya küləkləri nəyə deyilir? Əyləş. Muson küləyi nəyə deyilir? Görək kim bilir. Muson küləyi nəyə deyilir? Tabii. Region Nuray. Böyük quru sahəsi ilə okean arasındakı təzyiq fərqinə görə. Yaranır. Düzdür. Necə küləkdir muson küləyi? Mövsümü. Doğru. Topa bulutlar necə yaranır? Amma havada olan su buxarlarının Hansı temperaturda? Ufa bulutlar necə temperaturdan yaranır? səthə yaxın ərazidə Yox, olaylı bulutdur. və isti hava. İsti havadan. Doğrudur. Əyləş. Temperaturun vaxtı aslardır. Fahrenheit və Selsius. Doğrudur. Doğru cevap verenler elini kaldırsın. 2 nəfər. İkinci sırada deməli 2 şagird doğru cevap verdiğine göre 2 bal kazandırmış oldu. Üçüncü sırayla devam edirik. Buyur. Buluddan düşən yağıntılar hansıdır? Buluddan düşən bir də buluddan düşmüyor. Yox, buluddan, Hər şey. buluddan düşənlər istəyir səndən. Bir şey də şey. O buluddan düşməyən daha olur. Buluddan düşənlər hansılardır? Buyur abla, dönə. Yağış, qar, dolu. Doğrudur. Buyur. Dünya ən kəsb ölkəsi hansıdır? Dünyanın en kasıb ölkəsi hansıdır? Xətçə buyur. Bangladeş. Doğrudur. Vadi buludlar necə yaranır? Mən səthə yaxın hissədə mən soyması nəticəsində yaranır. Mülayim havanın. Rayon. Buyur. Dünyanın ən böyük gölgələrini yaxaladığı Çində Şanxay. Doğrudur. Üçüncü sıradan neçə nəfər doğru cevap vermiş oldu? 2 şagird. Deməli, üçüncü sıradan 2 şagird doğru cevap verdiğine göre birinci mərhələdə 2 bal kazanmış oldular. Dördüncü sırayla devam edirik. Buyurun. Yarımsahra quru çöl iqlimi ərazimizdə neçə faizini əhatə edir? Doğrudur. Azərbaycanda ən az yağıntı harda müşahidə olunur? Qobustan cənub-şərqindəki Buta məntəqəsində bir də Avşar Ay yarımadasında. sağ ol. Ver. Dilovar küləyi hansı istiqamətdən əsir? Cənub. Aferin. Qrov hansı aylarda olur? Qış payızı. Doğrudur.
Dördüncü sıradan doğru cevap verenler, dördüncü sıradan 4 şagirdimizin doğru cevap verdiğine göre 4 bal kazandırmış oldu. İkinci mərhələ dersimizi devam edirik. İkinci mərhələyə başlayırıq. Buyurun. Küləklər şəhəri hansı şəhərdə deyilir? Bakı. Doğrudur. Antarktida buzlaqları dünya buzlaqlarının neçə faizidir? 90%. Doğrudur. Yer kürəsi neçə iqlim qurşağında bölünür və hansıdır? Bilmədim. İkinci mərhələdə doğru cevap verenler elini kaldırsın. 2 şagird. Birinci sıradan 2 şagird doğru cevap verdiğine göre 2 bal kazandırmış olur. İkinci sırayla devam edelim. Buyurun ona. Hava alətlərinin tərsi olunmuş qutu hansıdır? İstiq olsun. Doğrudur. 2 şagird ikinci sırada doğru cevap verip Küləyin sürəti və gücünü ölçmək üçün hansı şkalada istifadə olunur? Bu var. aferin. İkinci mərhələdə ikinci sıradan 2 şagird doğru cevap verdiğine göre 2 bal kazandırdı. Üçüncü sırayla 2 şagirdlə devam edelim. Buyurun. Neçənci ildə BMT-nin təşəbbüsü ilə Çin demokratik siyasətə başladı? 2000-ci il. Yox. 1964. Yok, 1960. 5. Neçənci illərdə Çin BMT-nin təşəbbüsü ilə siyasət həyata keçirdi? 1966-cı ildə. Yox, haqqı bilmədim. 1960. Belə 1960-1970. 70-ci illərdə bəli siyasət irəli çıxdı. İqtisadiyyat. İqtisadiyyat nələrdən ibarətdir? Bilmədim. Ramiz, çox cavab dəyişdiyinə görə sənin cavabını doğru götürə bilmirik. Çox təəssüf edirəm. Üçüncü sırada heç bir şagird cavab vermədiyinə görə 0 bal olmuş olur. Dördüncü sırayla devam edirik. Buyurun. Təbii artım nəyə deyilir? Bir il ərzində doğulanlar ilə ölənlərin fərqi nədir? Doğrudur. Şanxayda neçə milyon əhali yaşayır? 30 milyon. Doğrudur. Urban nədir? Şəhər məskunları. Düzdür. Amerika reliefi necədir? Bir dəqiqə mən. Bilirəm, mən bir dəqiqə. Amerika. Sorum olur şəhəri. Quraq və Sual oxu bizə. Amerika reliefi necədir? Relief istəyirsən. Necə? Yəni reliefi necə deyir? Sual relief deyir necədir? Buyurun. Nisbətən hamar və Doğrudur. Dördüncü sıradan doğru cevap verenler elini kaldırsın. 3 şagird doğru cevap verdi. 3 şagird doğru cevap verdiğine göre 3 bal kazandırmış oldu. İndi ise tamamlayırıq uşaqlar qiymətləndirməni. Birinci sıra 5 bal, ikinci sıra 4 bal, üçüncü sıra 2 bal, dördüncü sıra ise 7 bal kazanmış oldu ve en yüksek balı dördüncü sıra kazandığına göre galip sıra dördüncü sıra olmuş oldu. İndi ise kimler ki sonda doğru cevaplar vermişler, zəhmət olmasa sual qatarını yaratmaq üçün öne buyurun.